Denən ki, denən zəhləm gedir səndən. Zəhləm gedir səndən. Beynim oxud, nə? Mən də səndən zəhləm gedir. Sən də denən ki, yola getmirik, ayrılaq. Vsyo! Yola getmirik səndən, ayrılaq biz. Sən də mənim beynimi oxudun. Səndə vəziyyət nətərdir? Darıxıram. Mən də sıxılıram. Niyə belə oldu bu? Nə bilim, əlimdə olsaydı bunun beyninə qan pompalamazdım. Ha, bu onsuz da bu çürük var da, çürük beyin. Ondan çox qabağa gedəsi deyil. Amma Aynur Kəmalı sevir. Kamal da Aynur'u sevir də. Problem o ki, Kamal da Aynur'u sevir. Amma gələn məntiqlərində yox, bir ürəklərinlə fikirləşsinlər də, ürəklərinlə sevsin bir-birini. Sən də mən fikirləşsən? Məncə hə. Ha. Belə dərd çəkməkdənsə ayrıl da. Nə tapırsan bunda? Sənə oğlan yoxdur. Canım üçün, eşitsən, ziyanın yarısından qayıtmaq da xeyirdir. Əleyzəli, bu da rasxod, kreditlə xittəyə kimi sən evlənmək yaramır. Subay öl, nəslin qutarsın sənin. Tükən. Buna da fikirləşəmirəm, elə bir beynimi skoşlayıblar. Kamal, Aynur, Eşidirəm. mən qorxuram ki, sənsizliyə öyrəşərəm. Sən mənsizliyə öyrəşərsən ki? Qorxuram öyrəşərəm. Mən, bilirsən, mən heç vaxt təsəvvür eləyənməzdim ki, Instagramda şəklini zoom elədiyim qızdan bir yerdə oturacam. Və onun qəlbini qıracam. Bəzən adamlar var ki, məntiq evliliyi eləyir, xoşbəxt olur. Bəziləri də ki, duyğularınla evlənirlər, bədbəxt olurlar. Amma əksi də olur, düzdür. İstəyirəm ki, məntiq evliliyi, nə bilim, nə evliliyi yox, amma mən istəyirəm ki, mən səndən bədbəxt olmağa da razıyam. Mən səni sevirəm. Mən də səni sevirəm. Hə? Hə. Nə hə? Hə, sən də məni sevirsən? Sən niyə belə tupoysan? Bilmirəm.